Bu alimlər lap qudurubları, hər bir şeyə burunlarını soxurlar, hər bir şey barmaq eləyirlər. Düz deyirlər. Çünki bunun sayəsində körpə uşağı xilas edə bildilər. Amma nədən xilas edədilər? Genetik xəstəlikdən. Cəmi bir geni xarab olduğu üçün bu uşağın bədənində zəhər toplanırdı. Daha doğrusu ornitin transkarbamilaza defisiti, yəni ki, otistik xəstəliyi. Bu xəstəlik zamanı qaraciyər amoniakı neytrallaşdıra bilmir və bu amoniak bədəndə yığılır və cəmi bir geni düzəldərək o uşağı xilas edədilər. Amma o geni necə düzəltdilər? Gəl izah edeyim. Filadelfiyadan olan balaca KJ-in bədənindəki o bir xarab gen CRISPR texnologiyası sayəsində kəsilir, düzəldilir və geri qaytarılır. Və məhz bunun sayəsində onun bədənində bu xarab amoniak toplayan genlər və proses dayandırılır. Yəni ki, bir mutasiya, cəmi bir genetik səhv onun ölümünə səbəb ola bilərdir. Amma məhz elm onu bu ölümdən qurtardı. Bəli, elm onu qurtardı.